Mümkündür insan bir nəfər məsələn məscidə gələ, tənəzzül eləyə. Mümkündür bir nəfər heç məscidə gəlməyə təkamül eləyə. Məscidə gəlmək yaxşıdır, amma bu o demək deyil ki, hər məscidə gələn təkamül eləyir. Hər məscidə gələn insan sığortalanıb. Bu insan mütləq mömindir, Allah bəndəsidir. Hədisdə var, hətta şeytan, hətta Kəbə evində də var. Nəfs islah olmayandan sonra məscidə gəlməklə bir şey dəyişmir. Məscidə gəlmək ən çox təkid olunan məsələlərdəndir ya İslamda. Amma o məscid ki, o məscidə gəlmək ki, insanın nəfsinin islahına xidmət eləsin. Nəinki gəlib məsciddə nəfsi və əcdah eləyəcəksən. Gör insanın iradəsi nə edə bilir? Bir evdə biri ucalır, asiyə olur. Həmin evdə də biri alçalır, gəlir firon olur. Sən deyə bilməzsən ki, filan mühitdəydim, o mühit pis idi, filan yerdəydim, o yer pis idi, xarab idi, mən də xarab oldum. Bu bəhanə Allah üçün keçərlidir.